So I'm just about finished designing my desktop basketball game. Mən stolüstü basketbol oyunumun dizaynını qurtarmaq üzrəyəm. Nə qəşəng, evdə rahatca oynaya biləcəyim basketbol oyunu. Amma gərək diqqətli olasan. Çünki yanlış basket atsan, anandan danlıq eşidəsən. Game where every part of it needs to be 3D printed. Hansı ki, hər bir hissəsi 3D çap olunmalıdır. 3D çap nədir? Gəlin araşdıraq. Üçdə çap həqiqətən yenilikçi bir ideyaymış. Üstəlik, istədiyin hər hansı bir obyekti rahatca istehsal edə bilərsən. Amma belə bir sual ortaya çıxır. 3D üsulla hazırlanan obyektlər digər hazırlanma üsuluna nəzərən daha uzun ömürlüdürmü? Bilən varsa şərhlərə yazsın. And the only part that's left to 3D print is actually my arm. Bu fikirlə razıyam. Niyə? Çünki basketbol oynamaqda həqiqətən çətinlik çəkirəm. Topu atıram, top basketdən başqa hər yerə gedir. Məncə oynamaqda çətinlik çəkənlər üçün idealdır. Sınamağa dəyər. Ən azından topun getmə yerini bilirsən.